Hər vaxtınız xeyir olsun Nuraynə. Bəli, artıq daşınmaz əmlak sektorunda bir sıra sahələrdə yeniliklər tətbiq olunacaq. Belə Nazirlər Kabineti də daşınmaz əmlak sahəsində yəni hüquqların dövlət qeydiyyatına alınması üçün sənədlərin yoxlanması, verilməsi və yəni qəbul prosesi ilə bağlı yeni qərarları dəyişikliyi təsdiqləyib. Daha təfərrüatlı informasiyanın sözü gedən daşınmaz əmlak sahəsindəki dəyişiklik nədən ibarətdir və bundan sonraki periodda qeydiyyat prosesi hansı formada aparılacaq? Bununla bağlı məsələni hazırda detalları bizə qonağın Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruç çatdıracaq. Xoş gördük Vüqar bəy. Buyurun təfərrüatları sizdən eşidək. Bildiyimiz kimi əvvəllər vətəndaşlar daşınmaz əmlakla bağlı müraciət etdikdə həmin daşınmaz əmlakın torpaq sahəsinin kateqoriyasında hər hansı bir uyğunsuzluq müəyyən edilirsə, müvafiq icra qurumu birbaşa imtina edirdi qeydiyyatdan. Amma indi yeni status yaranıbdır. Həmin status ondan ibarətdir ki, artıq dəyişikliyə müvafiq olaraq 15 gün müddətində araşdırılma aparılacaq. Əgər vətəndaşın təqdim etdiyi sənədlərdə hər hansı bir texniki səhv və yaxud da ki, sənədlərin köhnə olması səbəbindən problemlər varsa, həmin problemlər aradan qaldırılacaq. Eyni zamanda sistemdə ardıcıl araşdırma nəticəsində vətəndaşın müraciətinin mahiyyəti, onun hüquqa uyğunluğu müəyyən ediləcək və bundan sonra vətəndaşa cavab veriləcək. Bu, o deməkdir ki, artıq bir çox müraciətlərin tam mənada müsbət qərarla sona yetməsi baş verəcək və daşınmaz əmlak reyestrində sənədsiz torpaqların və daşınmaz əmlak növlərinin qeydiyyatı sürətlənəcək. Bu prosesin yeniliyi həm də ondan ibarətdir ki, artıq bürokratik əngəllərin aradan qaldırılması, eyni zamanda vətəndaşlara birbaşa yox cavabının verilməsi demək olar ki, mümkün olmayacaq və mövcud vəziyyət daşınmaz əmlak reyestrinin formalaşması baxımından çox böyük önəm kəsb eləyir. Bir məsələni də mən xüsusilə qeyd edərdim ki, bu qərarın arxasınca əgər müvafiq dövrü özündə əhatə eləyən, yəni konkret bu dövr 2024-cü il 1 oktyabrını mən nəzərdə tuturam. Həmin müddətdən sonra bildiyimiz kimi qanunsuz tikilən fərdi yaşayış evlərinə kommunal xidmətlərin göstərilməsi qadağan edilibdir. Həmin dövrə qədər qanunsuz şəkildə inşa edilən tikililərə sənəd verilməsi baxımından amnistiya elan olunması bu qərardan sonra gələrsə, əgər belə bir qərar qəbul olunarsa, yeni islahatın tam şəkildə həyata keçməsi demək olar və Azərbaycanda əmlak reyestri problemi həll olunar. Bu da təbii ki, öz-özlüyündə ölkəmizin iqtisadiyyatına, vətəndaşların mülkiyyət hüquqlarının qorunmasına və möhkəmlənməsinə gətirib çıxara bilər. Yeni qeydiyyata alınmış həm torpaq sahələri, həm fərdi yaşayış evləri, ümumiyyətlə daşınmaz əmlak növləri son nəticədə iqtisadiyyatın tərkib hissəsinə çevrilə bilər. Həm kredit üçün girov predmeti kimi çıxış edə bilər, həm eyni zamanda qanuni və hüquqi şəkildə alqı-satqı predmeti ola bilər və vətəndaşlar bununla da öz mülkiyyət hüquqlarını qorumuş olarlar. Və son nəticədə də bu, Azərbaycan iqtisadiyyatına kifayət qədər vergilərin axını deməkdir və iqtisadi proseslərin daha sürətlənməsi deməkdir. Təşəkkür edirəm informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bəli, artıq aydın oldu ki, 15 gün müddətinə yoxlama prosesi aparılacaq və sənədsiz evlər məsələsi hər zamanın ən problemli məsələlərindən biri hesab edilir və indiki məqamda da Nazirlər Kabinetinin daşınmaz əmlakın hüquqlarının dövlət reyestri ilə bağlı, yəni qəbul edilməsi, yoxlanması və təsdiqlənməsi bu proseslə bağlı yeni qərarı ilə bağlı dəyişiklikləri eşitmiş olduq. Çatdıra biləcəklərimiz bu qədər, söz yenidən sizdədir. Təşəkkürlər Əqsənə, sənə və müsahibinə təşəkkür edirik informasiyanı təqdim etdiyiniz üçün.